Dekabrın 5-də Azərbaycan Qılınc Oynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Qasimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görüləcək işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib. Sonra Azərbaycan Qılınc Oynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Balakişi Qasımovu yenidən Azərbaycan Qılınc Oynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonra Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.